Qız boş-boş səbəblərdən bir də görürsən acıq elədi, çıxdı getdi atasının evinə. Bir qadın ki, əgər öz kişisinə hörmət eləmirsə, bir qadın ki, əgər öz həyat yoldaşının sözünü heçə sayırsa, burada hansı ailədən söhbət gedə bilər? Boşluq ərdədir. Yəni bir kişi ki, arvadına söz keçirdə bilmirsə, nədən danışa bilər? Yəni hansı kişilikdən danışa bilər? Kişinin sözünün kəsəri olmalıdır. Kişinin kişi olduğu yerdə qadın öz yerini bilməlidir. Ana qızına tərbiyə verməlidir. Qız ailəsindən hansı tərbiyəni görürsə, necə görürsə, o elə də davam eləyir. Özbaşınalıq hara qədər olmalıdır? Atasının evinə qayıdanda ailə başa salmalıdır. Mən dediyimdir, hə, yox, düzü budur, mən haqlıyam. Ailəsi getdiyi yuvasıdır. Birinci bunu qəbul eləmək. Əlbəttə pis ər olar, döyər, ac saxlayar, hörmətsizlik görər, qaynana zülm verər, amma onda ailə qızına sahib çıxmalıdır bir mənalı şəkildə. Amma mən küsdüm, hə, sən sözün mənim xoşuma gəlmədi. Qaynanamın sözü mənim xoşuma gəlmədi. Qaynatamın sözü mənim misal üçün xoşuma gəlmədi. Mən çıxıram gedəm öz anam gilə. Aha getdi 3 gün sonra, bir həftə sonra təzədən qayıtdı, gəldi. Yəni belə şeylər olmamalıdır.